Deyir ki, mən ayrılmışam, görəsən nə günahım olub? Niye ayrılıpsın? Niye? Bak bu ayrılmak. Dur burada zaten. O gün bana dediler mi ki geçen şeyde canlı yayımda. Niye Flora'ya destek olmuşsunuz? O Zaur'un verilişine bir Flora Hanım Gəncədən çıxıb, baxdınız, mən görməmişəm televizorda. Amma belə Kübra xanım dedi ki, belə. Hə, orada bir dənə Gəncəli var idi Emma xanım, hə. Ay sağ ol. Bax bu Gəncəli çox gözəl xanım kim mən tanıyıram. Çox gözəl xanımdır, çox alicənab, çox belə incə. Amma indi gəl bunun qüsuruna baxaq. Adam ərdə oturmuyor. Boşanıb, gəlib ananın yanında. Mən onu, bura təzə gəlin köçmüşdüm mən. Onlar gülaf çəkirdilər. Mən də onlar, bax həmin o xanımın yanında oturub mən gülaf çəkdirmişəm. Ondan sevmişdim onun belə etik də davranışını, incə. Qəşəng xanımdır özdə, mən bilən xanımdırsa. Ay sağ ol, ay sağ ol. Mən onun xətrini çox istəyirdim. Bu yaxınlarda bir dəfə mən onu gördüm. Gördüm çox belə bəddualıdır. Dedim ki, Flora gəl bizə biraz söhbət eləyək. Gəlmədi. Burada qonşuluqda ölü yerinə gəlmişdi. Orada da dedim, Flora keç biraz söhbət eləyək. Gəlmədi. Bu xanımın səhvi hardadır? Ərə qulluq eləməyib ki. Baxmayıb ki. Gəlib oturub ananın yanında. O ana niyə demirdi ki, ged oturuyubdu? Bak bu anaların buradan çıxır səhvi. Bak boşanırsın. Niye boşanırsın? İndi kefdəsən. Gəlib ananın, bak bugün anan qardaş da ölüb, ana da ölüb, qardaş arvadı da, ev onundur da. Satıb çıxıb gedib. Qalıbsan mı ortada? Nə ərinin yanında bir düzəməlli oturub, ərə qulluq eləməyibsən ki. Boşanıbsan da. İndi ərin övünü neynirsən? Ha? Ərin özü pis, evi yaxşı. Bir kulağınızı açın, bir qəşək dinləyin bunu. Ayrılmışam, ayrılıbsan. Oğlundan xəbərin yox, gəlinindən xəbərin, gəlini istəmirəm. Deyir, orada deyib də, acını izah eləyirəm. Mən o xanımı çox istəyirəm. Acı tərəfini. Burada kim idi bilmirəm. Mən bu bağmanda çox adam tanımıram. Köhnədən 5-6 nəfər kimdə onları tanıyıram. Niyə ona dəstək olunsan? Bu Floraya mən necə dəstək olum? Bir, adam ərinə qulluq eləməyib, ərini istəməyib, 3 uşaq doğub, çıxıb gəlib, oturub ananın yanında. Gəlini də istəmir, bir dəqiqə, gəlini də istəmir ki, mən bu gəlini istəmirdim. Sən nə istəyirsən? Bax, indi nə istəyirsən? İstəməyibsən də. Sən ərə bir səgən çay verməyibsən, amma ərin evini tələb eləyirsən. Bu düzgün deyil axı. Bir əmək verməlisən ki, sonra da oradan nəsə götürəsən. Bir dənə çətinlik olan kimi gedir otururlar ananın böyründə. Ana da demir ki, get, abala, ailə belə qurulur. Mənim qızım az qalır ağlasın. Deyirəm, abala, ailə belə olur. Xəstəyə baxır da, xəstə qaynanaya baxır. Deyirəm, nə qayraq, indi bazara çıxardası deyilik ki. Özü sevə-sevə qulluq eləyir. Bir dən uşaqdır da, bir də görsən, yorulur. İstəyir, məsəl üçün, yatsın, yata bilmir, nə gecə var, nə gündüz var. Moralini dəstək olmalıdır mı ana? Gətirirlər, qoyurlar yanlarına, sonra da bu yaşda, bu başda özün də rüsva edir. Hamıdır, bağlan da camatam, deyir, özün biafr elə. Nə işi var idi onun? Mənə xəbər gətirirlər ki, qonu-qonşu deyir ki, onun orada nə işi var idi? Bax, budur. Niyə ayrılırsınız? Ailə dediyin qurulmalıdır. Qurulan ailənin bütün çətinliklərinə insan gərək, ana gərək, qadın gərək, sinə gərək. Qadın, devrə görə bunların yaşanması labüd bir haldır. Amma ailəni dağıtmağa nə var ki, dağıt. Taleyin hökmünə baş əymək lazımdır. Böyüyə, kiçiyə hörmət etmək lazımdır. Bir həya, abır deyilən şeyə itaət etmək lazımdır.
Ayrıldım getdim. İzah da ha bu qınaq deyil. Heç kimi qınamıram. Məsləhətinə şükür. Ailə dediyini, qadın dediyin ailənin o sükan əlində olur. Onun əlindən bıraxdın, ayrılın. Kimə lazımsan sen? Kimə lazımsın? Fikirləşirsən ki, bəzi indi bir neçə izləyicim də var. İndi bu elə ona da mesaj olsun, danışacağım ondan mən bir də. Ayrılmaq istəyirəm. Sən nə axtarırsan? Sən elə bilirsən ki, sən orada princ var, gəlib sən alacaq. Sən ərinə itaət etməyibsənsə, o sənin qarşında kimə ki meyil eləyibsə, o səndən sadəcə istifadə edib, atıb qoyub gedəcək. Lazım deyilsin sən heç kimə. Milyondan bir adam bu şeydə bəxti gətirər, o da bəlkə sən deyilsən. Ailə niyə dağılır? Ailədə qarşı durma varsa, ailədə anlaşılmayan nə varsa özündə axtar səhv. Harda səhvə yol verirsən ki, sən bunu yaşayırsın. Və sonra səs ucaltdın, özündən çıxdın, hikkələndin, qınadın, qeybət etdin, ardınca bəddua yağdırdın, bunların hamısı sənə cəza gətirir. Ailə dediyin müqəddəsdir, onu qoruyacaqsın. Başa düşdün mü?